Əziz bilgələr, yeni tədris ilində hamınızı xoş gördük. Bu tədris ilində artıq İbtidai icma quruluşu və qədim Misirdən etibarən mövzu izahlarımız çəkilir. 2025-26 dərsliyinə əsasən izahları çəkib paylaşırıq və siz həmişə kimi bu izahlardan yararlanırsınız. Əgər hazırlığa qoşulmaq istəyirsinizsə, aşağıda qeyd olunmuş nömrə ilə əlaqə saxlaya bilərsiniz. 11-ci siniflər üçün artıq hazırlıq bitib, vaxtında əlaqə saxlamaq lazımdır. Amma bu fürsəti 9-10 siniflər yararlana bilərlər fürsətdən. Bu gün də Azərbaycanda Azərbaycan dili və ədəbiyyat günüdür. Ədəbiyyat günüdür, yoxsa tez Azərbaycan? Hə, Azərbaycan dili. Azərbaycan əlifbası günüdür. Tarix müəlliməsidir. Nə dəxli var? Azərbaycan dili mənim deyirəm ki. Mən bilən əlifba gündə. Hə, bu günləri yığışmışıq İbtidai icma quruluşu dərsinin izahına. İndi izah edirəm, siz də qulaq asırsınız. Əvvəlcə orada maraqlı, kitabda maraqlı bir dənə nöqtə var. Bu İbtidai icma quruluşu cəmiyyəti özü tarixə qədərki dövr adlanır. Maraqlı hissədir. Yəni bizə deyir ki, tarixə qədərki dövr adlanmasının səbəbi nədir? Çünki deyir, tarix adətən yazılı mənbələr əsasında öyrənilirdi. İbtidai icma quruluşuna aid yazılı mənbə olmadığı üçün oranı tarixə qədərki dövr deyir. Yəni sizi belə də anlada bilər. İbtidai icma quruluşu demək əvəzinə deyir ki, tarixə qədərki dövrün filan mərhələsinə aid məsələn məlumatı seç. Yəni sən onda bilərsən aşağı yuxarı ki, tarixə qədərki dövr hansı dövrdən danışır. Orada məsəl üçün İbtidai icma quruluşu, İbtidai icma cəmiyyəti insanların yaranmasından və mərhələli şəkildə onların öz həyatlarını inkişaf etməsindən keçərək quldarlıq dövrünə qədər gəlir. Burada birinci keçid dövrü Azərbaycan və dünyada müqayisəli şəkildə verilir. Məsəl üçün orada dünyada Kenyada, əvvəl Tanzaniyada da vardı, onu çıxardıblar. Bu Kenyada təzə əlavə ediblər, keçən kitabda yox idi deyəsən. 6 milyon il bundan əvvəl yaşamış insan sümükləri aşkarlanmışdı. Azərbaycanda da bu insanlar 1,5-2 milyon il əvvəl yaşamaqlarına bağlı məlumat əldə edirik. Ümumiyyətlə, İbtidai icma quruluşunun özü əmək alətlərindən istifadə edir 3 mərhələyə bölünür. Daş dövrü, tunç dövrü, dəmir dövrü. Daş dövrünün özü də bir neçə mərhələyə bölünür. Hansı mərhələlərdir? Paleolit, mezolit, neolit. Bir dənə də orada keçid daş dövrü var, eniolit. İndi hamısı haqqında ətraflı danışacağım. Bu paleolit dediyimiz paleolit mərhələsinin özü ilk insanı sizdən iraq. İlk insanın yaranmasından 12-ci minliyə qədər olan dövrü əhatə edir. Əvvəlki kitabda paleolit dövrünün bu şəkildə zamanlaması verilməmişdi. Biz onu ağıllı insan olaraq müqayisə elədik, tapdıq. İlk insan hansı insan idi? Bacarıqlı insan, görürsünüz? Və biz paleolit dövrünün özünü, yəni bir də burada yenilik nədir? Bu paleolit dövrü özü 3 mərhələdən ibarətdir köhnə kitabda. Alt paleolit, orta paleolit, üst paleolit. İndi bunu dəyişiblər, eləyiblər. Paleolitin ilkin mərhələsi, orta mərhələsi, yeni mərhələsi. İlkin mərhələsi deyəndə alt paleolit dövründən söhbət edirik. Dediyimiz kimi, bacarıqlı insanın yaranmasından bunun zamanı da yoxdur işte kitabda. İndi orada deyirdik 100, 130, belə də ölüb, belə idi. İndi onu çıxardıblar. Beləcə deyir, bacarıqlı insanın yaranmasından başlayır. İnsanlar paleolit dövründə yaşayırdılar çay kənarlarında yerləşən mağaralarda, kahalarda. Kaha nədir? Mağaranın bir növüdür də. Qarabağ dilində daha çox istifadə olunur kaha ifadəsi. Biz mağara demirik. Mağara demirik. Mağara demirik. Kaha deyirik. Siz dilimdə yoxdur deyə özüm də çaşıram. Nəysə bu insanlar mənimsəmə təsərrüfatı, yəni istehlak təsərrüfatı ilə məşğul idilər. Nə aid idi istehlak təsərrüfatına? Ovçuluq və yığıcılıq, bir də balıqçılıq. İstehlak nə deməkdir? Yəni sən təbiətin verdiyini əl vurmadan istifadə edirsən. Ovluyursan, məsəl üçün balıq da yenə ovçuluğa aid olur əslində. Sonra bir də yığırsan. Bu bacarıqlı insanın özü Ulu-icmada yaşayırdı. Yəni Ulu-icma deməli hansı dövrdə yaranıb? İndi o köhnə dildən deyirəm, alt paleolit dövründə, yəni ilkin mərhələdə. Ulu-icmanın yaranmasının səbəbi nə olub? Təbiətin belə deyək ki, bunlardan güclü olanlardan qorunmaq üçün, heyvanlar olsun, nə bilim ki, öz aləmlərində fikirləşir ki, bu ildırımdan da qorulana bilərlər də bunlar. Sonra da qida ehtiyatlarını bir yerə cəmləmək, daha çox məhsul istehsal etmək üçün, amma bunlar çox təbiidir. Baxın, tez-tez sizin qabağınıza çıxacaq. Soruşsa ilk insan kollektivi hansıdır? Siz deyəsiniz Ulu-icma. Və soruşsa ilk mütəşəkkil insan kollektivi hansıdır? Bəli, qəbilə icması. Mütəşəkkil nədir? Təşkil edilmiş, nizamlı yəni. Ulu-icma dövrü alt paleolit dövründə yaranıb, orta paleolit dövründə də mövcud olub. Bacarıqlı insan da yaşayıb Ulu-icmada deməli, Neandertal insan da yaşayıb. Bu ikisinə aiddir. Bu bacarıqlı insan başqa nə ilə məşğul? Azərbaycanda ümumiyyətlə paleolit dövründə hansı ərazilər var idi? Deməli, bu paleolit dövrünün zamanları, harda bu mağaralar, kahalar varsa, onları əzbərləməliyik. Və sizə birinci mərhələdə tövsiyə edirəm, ikinci mərhələdə tələb edəcəm ki, onların hamısını dəftərinizə yazıb gətirəsiniz. Mağaralar zadı. Məsəl üçün, bizə lazımlı yerlər haradır? Bu Qarabağ ərazisində, indi Azıq mağarasıdır.
Xocavənddə yerləşir. Bax, burada Xocavəndi göstərirəm, videoda yaxınlaşdırıb göstərəcəm. İndi Azıq mağarası haqqında ətraflı söhbət edəcəm. Bir də Xocavənddə elə Tağlar kəndində Tağlar mağarası var. Kəlbəcərdə Zar mağarası var. Qazaxda Daşsalahlı və Damcılıdır. Naxçıvanda Qazmadır. Mingəçevirdə, Mingəçevir burada Qaracadır. Bir də Lerikdə Büzeyir mağarası. Nəsə qalmadı ki? İşte bunlar. Yerlərini də əzbərləyirik. Qəbulda daha çox düşür. Bu il birinci imtahanda düşmüşdü, səhv eləmirəmsə. Ya Kəlbəcərlə bağlı düşmüşdü, ya Laçınla bağlı. Amma mən bilən Kəlbəcərlə bağlı düşmüşdü. Yəni bunları əzbərləməliyik. İndi biz burada ətraflı söhbət edirik Azıq mağarasından. Məmmədəli Hüseynov araşdırma aparıb, orada il məsələsini sizi azca çaşdıra bilər. Nə vaxt başladı, nə vaxt bitirdi. 60-cı illərdə araşdırmasının nəticəsində ad sənət sümüyü aşkarlamışdı. Oradan başqa nələr aşkarlayıb? O, indi bizə məşhur olan ad sənət sümüyüdə lazımdır ocaq izləri. 700-800 min il bundan əvvələ aid ocaq izləri. Yaşayışı göstərir də. Ən lazımlı xüsusiyyətlərdən biri tikililərdir. Deməli, alt paleolit dövründə insanlar ibtidai formada da olsa nəsə tikilmişlər. Memarlığa aiddir də bu da. Alt paleolit dövründən gəlir deməli. Sonra lazım bizə ayı kəlləsi. Bu ayı kəlləsində nə öyrənirik biz? Biz birinci onu öyrənirik ki, insanlar sadə incəsənətlə məşğul idilər. Baxın, ibtidai incəsənət. Uşaqlar ən çox burada problem yaşayır. Sənətkarlıq başqa şeydir, ibtidai incəsənət başqa şeydir. İbtidai incəsənət bu ayı kəlləsinin üstündə olan nəsə totem zat çəkiblər də ora. Deyəcəm, onu da deyəcəm. Biri bu sadə incəsənətdir. Çünki biz köhnə kitabda ibtidai incəsənəti üst paleolit dövrünə deyildik. Burada vəziyyət dəyişir. Artıq alt paleolit dövründə deyirsən ki, o ayı kəlləsi bizə sübut edir ki, bu kəllənin üstündə ibtidai incəsənət nümunələri var. Bir də dini inanc. Yəni insanlar ibtidai formada. Bu ibtidai dini inancın ortaya çıxma məsələsi nətər olubdur? Görürsünüz, bizim əzəli babalarımız da gücə sitayiş ediblər. İndi insanlar nəyə sitayiş edir? Gücə. Türklərdə bir söz var, deyir Allahın sopası yoxdur ki, insanlar ona inansın. İnanın ki, Allah fiziki varlıq olsaydı, dünyada bir dənə də ateist qalmazdı. Hamısı ona sitayiş edir. Çünki insanlar şuuraltı gücə sitayiş edir. Bu insan nədir? Çıxıb çölə, gedir indi ovlamağa da, nəsə ceyrandan, cüyürdən, quşdan gəlsin ki, arvad evdə başına ətin yeməsin də. Bu gedir indi, görür ayı çıxır bunun qabağına. İndi bir təsəvvür elə ki, gəzirsən bizim meşələrdə, ayı çıxsın, eləsən. Bu da görür ki, bu ayını daşla vurası deyil, daşla döysün. Tüfək yoxdur, çox tüfəklə vurasan. İndi o dövrdə yəqin ağları kəsmiş, ayın üstə qışqıranda qorxur o da. Qabağınıza ayı çıxsa üstünə qışqırın, zarfası deyirəm. Ayının texnikası odur. Deyir, ayı şuur altında sən ondan yuxarı olduğunu göstərməlisən ona ki, o səndən qorxsun. Yəni, ayını gördükdə Allah uzaq etsin ki, qabaqlaşmayın. Amma indi qabaqlaşsanız, əlinizi qaldırıb qışqırmalısınız. Bəstə ilə özünü öldürüyə vurmalısın. Yox, öldü. O söhbət daha önce çürüdü. Onun söhbətin üstə bir-iki nəfəri yedi. Ondan sonra dedilər, yox, qışqırmalısan. İndi mən dərsən prob eləyəcəm birinci, sizi bilmirəm. Amma zarfası onun texnikası odur, qışqıranda ay qaçır. Amma ayının yanında bala gördürsə, füsyo. İstəyirsən qışqır, istəyirsən neynə, xeyri yoxdur. O instinkt olaraq fikirləşirsən, onun balasını nəsə eləyəsən və ona görə sən məhv eləyir. Və ayı yeganə heyvanlardan biri ki, onu vuranda başına vurmalısan. Bədəndən vursan ölmür, güllə ilə də olsa, başından tutulmalısan, nə bilim. Bugünkü dərsimiz ayı kimlərdir. Nəysə, bu ayının kəlləsi üzərində dedik, dini inancı öyrəndik, bir də incəsənəti. Sonra Ulizmadan danışdım, insan tipindən danışdım, istehlak təsərrüfatından danışdım, Azıq mağarasından danışdım. Bir də onu deyim ki, bu Azıq mağarasından sənət sümüyü tapılan qızı, adamı Azıqantrop adlandırıblar. Yəni bu Azərbaycanda azıq adamı mənasını verir. Bizim özümüzə məhsul yerli, Made in Azərbaycan məhsuludur. İndi o barədə keçən izahda zarafat eləmişdim, eləmək istəmirəm. Hər izahın fərqli zarafatı olmalıdır məndə. Eyni zarafat eləmək yaxşı olmaz, düzgün çıxmır da. Fərqli zarafat eləmək lazımdır. Belə, indi keçirik paleolitin orta mərhələsinə. Şey deyim ki, alt paleolit dövründə, yəni ilk mərhələdə insanlar əmək aləti olaraq daşdan, çaxmaq daşı, obsidiyandan istifadə edir. Yəni, paleolit dövründən neolit dövrünün orada kitabda da oxşarlıqlar içərisində yazıb ki, oxşar xüsusiyyəti odur ki, olsa daş alətdən istifadə etməlidir də, bunun başqa şansı yoxdur axı. Daş alətləri də hardan alır? Çay qırağından, kəsici, deşici, yavaş-yavaş dövrdən asılı olaraq. İndi orta paleolitin yeniliyi odur ki, bayaq onu qeyd eləmişdim, indi də deyirəm ki, insanlar orta paleolit dövründə artıq iti ucluqlu daşlardan istifadə edirlər. Deməli, alt paleolit dövründə çobud daşları idi də bunlar. Mikrolit başqa, lap təkmilləşdiriblər. Məsələn, orta paleolit dövründən artıq yavaş-yavaş iti uzluqlu, yəni nisbətdən söhbət gedir də. Biri var, belə daşı götürüb əti kəsməyə çalışırsan, təbii ki, o kəsməyəcəkdir o əti. Amma biri var, baxırsan, bu sivridir də, burada müəyyən qədər, onunla əti kəsməyə çalışırsan, bu effekt verəcək. Orta paleolit dövründən dediyim kimi, Neandertal insan yaşamışdı, o da Almaniyada yer addı filan.
və Azərbaycanda deyək ki, nə deyək mən yadmasın. Köhnə kitabda məsələn bu var idi, bu axirət dünyasına inam anlayışı. Onu bu kitabdan çıxardıblar. Sadəcə deyir ki, insanların dini inanclarında dəyişikliklər baş veribdir. İnamlar meydana gəlibdir. Da demir, axirət dünyası inam demir. Dəfn etmədə yeni adətlər baş verib. Belə sözlər deyir bizə. Amma yenə köhnə kitab əsasən yenə təkrar edirəm ki, axirət dünyasına inam da bu dövrdə olubdur. Onsuz da At-Paleolit dövrün bayaq dediyim indi təkrar edirəm, köhnə kitab əsasən Musiya mədəniyyət dövrü adlanırdı. At-Paleolit dövründə onsuz da əvvəl də elə güclü şey yox idi. Dayanır, sönür. Bizə lazım olan mərhələlərdən biri üst paleolit mərhələsidir. Yəni yeni dövrü, paleolitin yeni dövrü. Üst paleolit mərhələsində artıq insan inkişaf edir, ağıllı insan təkmilləşir. Bir dənə səhv eləmirəmsə, üst paleolitin zamanı yazıblar 35-12-ci minillik. Səhv eləmirəmsə, o birlər yoxdur, amma olmalıdır. 35-12-ci minillikdə deyir, artıq 12-ci minillikdə, yəni üst ağıllı insan təkmilləşib qurtarmışdır. Bu insanlar anlayışı siz nətərdir? Bu insan ölür, o birisi yaranır, yox. Elə deyil. İndi bizim içərisimizdə, bunu zarafatca demirəm, ciddi deyirəm. Neandertal insanın törəmələri hesab olunan bəzi insanlar var. Bacarıqlı yoxdur, o ölüb bitib qurtarıbdır. O təbiət mübarizəsinin nəticəsində məhv olub gedib. Ağıllı insan da törəmələri var. Nə bilim, nə iş onları mən də yadına saxlanıram, sizə də lazım olmayacaq. Elə bildiyimiz Homo sapiens, onun törəmələri var. Bir də bəzi yerlərdə Neandertal insan tipinə uyğun gələn insanlar hələ də yaşayırlar. Bu ağıllı insan adından da gördüyümüz kimi artıq səsli nikdən istifadə etməyə başladı. Bunlar rabitəli nikdə deyirik. Bu da nədir? Haylıyır da o tərəfdəki, bu heyvandan fərqlənməyə başlayır. Ondan sonra bu ulizma yavaş-yavaş dağılır. Artıq stola kim vurmağa başlayır? Qadınlar. Qəbilələr yaranır, ana xaqanlığı yaranır. Qadın baxır ki, At-Paleolit dövründə neyinirdi bu? Baxın, uşağı bu saxlayır. Feminizm o dövrdə meydana gəlir. Uşağı bu saxladı. Yeməyi bu pişirdi. İmkan olanda oduna da bunu göndərirdilər. Nə bilim, yəni otur deyir ocağın qırağında qoyma sönsün. Odun qoyur da bu da. Bu hər işi deyir mən görürəm. Bu kişi nəyə lazımdır bu evdə? Deyir, vəbki bu gündən söz sahibi bizik. Və ana xaqanlığı meydana gəlir. İnsanlar qəbilələrdə. Qəbilələr həm də nəsli icma adlanır dostlar. Yəni qohum ailələr əsasında bəli birləşmişdir. Sonra üst paleolit dövründə baxım görün başqa nə var üst paleolit dövründə. Köhnə kitabda sallar var idi. Səhv eləmirəmsə burada görmədim mən onu. Səhv eləmirəmsə çıxardım, amma ehtiyatdan deyirəm. Onsuz da bayaq dedim ki, bizə lazım olacaq bu. Çünki köhnə testləri işləyəndə öyrənməliyik də, bunu bilməliyik. Amma bu formada özüm ona görə deyirəm ki, çıxarılmış olsa uşaq özü bilər. Oxuya da bilər, oxumaya da bilər. Üst paleolit dövrünün başqa yadıma düşən bir şey yoxdur. Yadıma düşdüysə də deyərəm. İnsanın təsərrüfat həyatında daş alətlərinin təkmilləşdirilməsi həyata keçmişdi. Nə? Yaşayış yerlərində o qədər fərqlilik yox idi. Hələ daha çox dediyim kimi bunlar yaşayırdılar çayların kənarında, şirin su qaynaqları, bulaqların kənarında. Bu ərazilərdə daha çox nəsə inşa edəndə orada inşa edirdilər. Bizə məsəl üçün lazım olan dövrlərdən biri mezolit dövrüdür. İndi yazı yaza bilmirəm. Amma məncə yazı yazmaq da yaxşıdır. Uşaqlar yazır ki, YouTube'da müəllim yazsaz daha yaxşı olar ki, özümüz görər, qeyd eləyərik. Amma xəritə də məncə yaxşıdır. İndi vəziyyətimiz uyğun olmadığı üçün üstünlüyü xəritəyə verirəm. Mezolit dövrü, yəni orta daş dövrüdür. Orta daş dövrünün özü 12-8-ci minillikləri əhatə edir. Mezolit dövründə yenilik çoxdur. Bax, onu biraz xəritə buradaykən qeyd eləyim. Baxın dostlar, hədəfin bir dəfə sınağında var idi. Qabağınıza çıxacaq, verəcəm bunu siz işləməyə. Burada diqqətlə qulaq assaz, bunlar bir neçə müddət sonra testi işləyəndə deyəsiniz ki, bunu müəllim demişdi. Orada deyir ki, Qobustan düşərgəsini xəritədə seçin. Uşaq ya həqiqətən coğrafi savadı çatır, xəritəni bilir, gedib Qobustanı götürür burada, Gömanı Qobustan. Qobustanı götürür. Bəzilərdə var, gedib xəritəyə şeydən baxır, internetdən. Gəlib elə üzümə durur. Deyir, Qobustan buradadır axı. Qınamıram uşaq, düz deyir. İndi bura gətirib verdilər Qobustan rayonu adı. Amma bu Qobustan düşərgəsi buradadır. Orada deyir, Bakıdan 55 kilometr cənubda səhv eləmirəm, 55 olmalıdır. Hə? Ayso, düşərgə deyəndə buranı götürəsən, Qobustan rayonu deməyəcək, düzdürsə. Desə, buranı götürəsən. Yəni, bir dənə onu yazıda saxlayın ki, Qobustan düşərgəsi Bakının ərazisindədir. Bura aydındır. Mezolit dövründə insanlar əmək alətlərdən istifadəni təkmilləşdirdilər, mikrolit əmək alətlərindən istifadə etməyə başladılar, harpun yaratdılar, harpun balıq tutmaq üçün bir vasitə idi. Bunları sümükdən və daşdan hazırlayırdılar. Bunu nəyə görə deyirəm? Neolit dövründə oraqdan danışanda bu məsələni vurğulayacağım, amma burada da bir dəfə üstündən keçək. Sümük və daşdan. Ondan sonra insanlar belə deyək, ox və kamanı yaratdılar. Ən böyük yeniliyi buydu. Ox və kamanın nəticəsində insanlar daha çox məhsul əldə etməyə başladı, yəni məhsul ehtiyatları artdı. Eyni zamanda onların ibtidai formada maldarlıq və əkinçiliyi ilə tanış olmaya başladılar. Nə tər tanış oldular? Bunlar əsas, məsəl üçün, köhnə izahda bu formada demişdim. Məsələn, heyvanı ovladılar, heyvanın balasını ovlamırdılar. Çünki yeməlik vaxtı çatmırdı da.
Bunlar da başlayırlar bunu böyüdürlər. Və böyüdürlər bunu əhəlləşdirməyə başlayırlar. Deməli, əhəlləşmə nə vaxt başladı? Mezolit dövründə. Köhnə ştatı deyir, əhəlləşmə nə vaxt başa çatdı? Eneolitdə. Burada vəziyyət dəyişib bir qədər. Deyir ki, Eneolit dövründə demək olar ki, bütün ev heyvanları əhəlləşdirildi. Başa çatdı demir ha. Çünki erkən Tunc dövründə bizə deyir ki, burada da bəzi heyvanlar əhəlləşdirilmişdi deyir. Yəni burada Eneolit dövründə sadəcə bizə lazım olan ev heyvanlarının əksəriyyəti əhəlləşdirildi. Məsələn at. İndi köhnə ştatda deyirik də. İndi at düz ev heyvanı deyil, amma nəqliyyat vasitəsi idi də. İndi ondan da ayrıca danışacağıq. Mezolit dövründə bayaq yeri deyəndə bir yadından çıxıb. Biri Qobustan düşərgəsi, bir də Qazaxdakı Damcılı mağarasından. Əzbərdir, bunun qaçınası vəziyyəti yoxdur. Araşdırmalar həyata keçirilibdir, mikrolit əmək alətidir. Bu, əkinçiliyin əsas nətər qoyulubdur. Yenə də qadınlar. Yenə də qadınlar, bəli, zəhmətkeş insanlar. Gediblər meşəyə nəsə yığmağa. İndi bilmirəm bunlar evi tərk edib gedib. Niyə meşədə bu qədər vaxt gözləyiblər? Ona bir şey deyənmərəm. Görüb ki, bu bitkinin üstündəki toxum bitkidən düşdü yerə, yağış yağdı və buradan başladı bitməyə. Bunun baş quruluşu bizim baş quruluşumuza baxmış bu şey sayı çoxdur da, qırış sayı. Bu da deyir ki, qoy bu ağacdakıları yığım, gedim özüm evdə əkim. Və yığıb gətirib bunun nəticəsində ibtidai əkinçilik yaranır. İbtidai əkinçilik və ibtidai maldarlığın yaranması ibtidai formada, yəni ilkin mərhələdə istehsal təsərrüfatını, yəni yaradır, əsasını qoyur. Mənimsəmə təsərrüfatı hələ də davam eləyir, indi də davam eləyir. Məsəl üçün, bizdə evdə dünən danışırlar ki, bölgənin də vaxtı gəlir. Deməli, bu nədir? Mənimsəmə təsərrüfatdır, düz deyil. Bölgənin vaxtı gəlinə nə olacaq? Gedin meşədə axtar görüm, harada bölgən kolu var. Gir, əlinin başını cırsın, nəsə bir qazan bölgən yığasın. Bu mənimsəmədir. Ya balığa gedir cəmaat. Daha dur, getdik balığa. Nə? Gedib nə varacaq orada? Heç nə, qarmaq atacaq, oturacağımızı qoyacaq, kitabımızı çıxardıb şəkini çəkəcək, kitabı təzədən qoyacaq sumkamıza, oturub gözləyəcək, telefon oynayacaq. Balıq çıxanda da çıxardı, balıq, bir dənə də şəkini çəkdik. Yəni bizim balıqçılıq fəaliyyətimiz nədir? Şəkil çəkmək. Bizim ümumiyyətlə sosiallaşmamız o cəhətdən yaxşıdır. Bu balıqçılıq da var. Mezolit dövründə dedim ki, istehsal təsərrüfatının əsası qoyuldu, amma tam yaranmadı. Əsası qoyuldu, keçirildi digər dövrə. Digər dövrə hansı dövrdür? Yeni daş dövrü, yəni Neolit dövrü. 8-6-cı minilliyi əhatə edir. Neolit dövrünün bizə lazım olan yaşayış məskənləri haradır? Bir Tovuzdur, ən lazımlısı. Bir də Ağcabədi. Hanı Ağcabədi? Bu da. Ağcabəddə Kamil təpədir, Tovuzda da Göytəpə. Yaşayış yerinin öncədən deyim xəritəmiz varkən sonra yadımızdan çıxmasın. Neolit dövrü insan inkişafının zirvə dövrü hesab olunur. Ağıllı insanın elə zirvə dövrü hesab olunur. Burada da inqilab edir, çox dəyişiklik edib. Xırda başlayaq. Mezolit dövrünün yadımdan çıxan məqam nə var? İndi o yadımdan çıxdı, qəfil onu deyim. İnsanların ölü ilə davranışları nətərlikdə, bu dəfn etmə adətləri falan. Köhnə kitabda bəli, köhnə kitabda biz deyildik ki, insanların yanında məişət əşyaları büt dəfn edirdilər. Bunu çıxardıblar. Amma Neolit dövründə bunu xatırlatma edirlər. Gülməlidir. Sən Mezolitdə bunu çıxartmısan da Neolitdə niyə xatırlatmıyorsan deyir. Bundan əvvəlki dövrdə olduğu kimi burada da dəfn adətləri inkişaf eləmişdi. Yəni əşya zad qoyurdular ölülərin yanına. Yəni Mezolitdə var bu, ölülərin yanına əşya qoymaq. Neolitdən danışırdım. Neolitdə heç nə, əkinçilik Mezolitdən başlamışdı. Neolitdə inkişaf elədi. Artıq əkinçilik tam yarandı. Maldarlıq da eyni zamanda fikirlənildi. Maldarlıq da eyni zamanda yaxşı inkişaf elədi. Belə qoyunları saxlamağa başladılar. Qoyunçuluğun inkişaf dövrü, amma Eneolit dövrüdür. Onu da xatırlatma eləyəcəm. İstehsal təsərrüfatına keçid başa çatdı. Burada ən inkişaf eləmiş sahə bu sənətkarlıq sahəsi idi. Çünki sənətkarlığın inkişafı nəticəsində duluzçuluq yaranmışdı. Yeni sənətkarlıq sahələri yarandı. Duluzçuluqdur, toxuculuqdur. Daş işləmədir, dəri işləmədir, bəli. Bu təsərrüfat sahələri. Birinci, gəlin burada duluzçuluqdan danışaq. Duluzçuluq nədir? Saxsı qab istehsalı. Deyir, orada bu dövrün insanın ən böyük uğuru saxsı qab hazırlaması idi. Baxın, Neolit dövründə bizə deyəcək ki, Neolit dövründə saxsı qabı başdan getdi hazırlayırdılar. Çobut zat. Amma Neolit dövründə artıq ona biraz nizam verməyə başladı və saxsı qabları bişirmək üçün kürələr, bəyək bilməm, onu demişdim, yoxsa yox. Kürələr deməli hansı dövrdədir? Neolit dövründə. Amma duluzçuluğun yaranması hansı dövrdədir? Neolit dövründədir. Sonra burada toxuculuq məsələsidir. Toxuculuqda deyir, bitki liflərindən istifadə olunur. Bir də nəsə deyir, o yadımdan çıxdı, bax. O birisi yadımdan çıxdı. Bitki lifi sözü nəsə nəzərimdə qalmışdı. Toxuculuq da yəni Neolit dövründən başlayıb. Sonra əkinçilikdən, baxın, torpağı əkinçilikdə toxa ilə yumşaldırdılar. Toxa elə bir ketman kimi bir şeydir. Biz tərəfdə ketman deyirlər, heç toxa sözü yox. Bu torpağı belə vururlar. Torpaq yumşalır, sonra belləyirsən. Deməli, toxadan istifadə hansı dövrdə başladı? Dillənin də, bala. Nəyə gəlmişsiniz? Yadına düşdü bir dənə. Danışmıram. Amma toxa əkinçilik dövrü hansı dövrdür desənə deyəcək. Neolit. İfadələrə bax, fikir versən. 4-cü gün soruşacağım ya bunların hamısını.
Bayaq o oraq məsələsini deyirdim, o yadıma düşdü. Baxın, deyir ki, neolit dövründə sümükdən və daşdan oraqlar hazırlanır. Bu o deməkdir ki, sizi çaşdırmaq üçün deyə bilər ki, metaldan oraq hazırlanırdı. Əslində, yəni düşüncəli insan olsanız, fikirlərsəniz ki, bu neolit dövründə metal vardı ki, metaldan oraq hazırlansın. Amma oraq sözü sizi çaşdıra bilər. Bunu yadda saxlayırsınız. Eneolit dövrü 6-4-cü minillikləri əhatə eləyir. Eneolit dövrü mis-daş dövrü, keçid dövrü adlanır. İnsan ilk dəfə metalla tanış olur, mislə tanış olur. Köhnə dövrdə demişdik ki, nə oldu? Köhnə dövrdə demişdik ki, mis o qədər etibarlı olmadığı üçün sizin kimi onlardan geniş istifadə eləmirdilər. Yalnız bəzi şeylərdə istifadə edirdilər. Baxın, misin aşkarlanması İbtidai metallurgiyanın əsasını qoyur. İbtidai metallurgiya. Metallurgiyanın amma təkmilləşməsi erkən tunsdur. Əsasının qoyulması buradır. Elə yadına saxla, mis hansı dövrdə tapılırsa, metallurgiya o dövrdə yaranar. Sonra bu dövrdə məsəl üçün dəfn etmədə inkişaf olmuşdu. Köhnə kitabı əsasən deyir, ölülərin yanına üstünə oxra səpirdilər. Olsun bu köhnə kitabdan deyirəm. Təzə kitabdan məsəl üçün burada deyir ki, köhnə kitabda olan bir məsələ var. Yaşayış yerləri məsələsi. Çay kənarında yenə burada ölüləri yaşayış evindən artıq ortasında dəfn edir. Yox, saç bir şey dedim ha, yaxşı qayıt. Yaşayış evinin ortasında dəfn edir, erkən tunsda çöldə dəfn edəcəklər. Burada dəfn edirdilər, sonra çiy kərpic və möhrədən evlər tikirdilər. Baxın, hədəfin yenə sınağının ən qəşəng aldazı testindən biri budur. Deyir ki, dairəvi yaşayış yerlərinin inşası. Bu hansı dövrdür? Eneolit. Amma bizə deyir ki, dairəvi ibadətgahların inşası. Bu erkən tuns. Uşaqlar həmişə bunu səhv götürürlər. Deyirəm, niyə səhv götürdün? Deyir ki, mən dairəvi eneolitdə deyil. Deyirəm, dairəvi yaşayış evi eneolitdə idi. Amma burada nə deyir gör? Dairəvi ibadətgah deyir. İbadətgah bildiyimiz kimi hansı dövrdür? Erkən tuns dövründədir. Bundan sonra eneolit dövründə gəldik. Feminizmin zirvə iliydi bura. Zirvə dövrü idi. Eneolit dövründə qadına deyir, müqəddəs varlıq kimi baxırdılar. Kişilər görür ki, qaçınası yol yoxdur da. Yəni, neynəsən bu adam deyir ki, mən buyam. Və artıq ona heykəl qoymağa başlayır. Xocavənddə də bir dənə heykəl qoyublar. Eneolit dövründədir, yazar. Qadına heykəl qoyurlar. Qadına müqəddəs varlıq kimi baxırlar. O müqəddəs varlıq söhbəti, müqəddəs varlıq, heykəl. Hə? Çiçəklənməsi, bəli, çiçək. Nə oldu bala? Qorxdun? Hə, yəni bu heykəl məsələsi, müqəddəs varlıq köhnədə də var. Çərçivənin içində verilib, onu hər adam görmürdü. Axıra yaxın jombrlərdən soruşurdum mən onu. Bu yüce rəsmən dedim ki, canınızı alacam deməli. Toxay ikinciliyi dövrü adlanır, dulusulluq inkişaf eləyibdi. Bayaq dedim, cənə təşkil kürədən istifadə olunubdu, kürədə pişirilirdi, gillər. Başqa görüm nə qalıb orada? Əkinçilik. Hə, burada əkinçilik və maldarlıq o qədər inkişaf eləmişdi ki, ovçuluq və balıqçılıq ikinci dərəcəli sahəyə çevrilmiş. Deməli, mənim bir dənə testim var. Bu testimdə eneolit dövrünə aid məlumatı seç yazmışam. Orada yazmışam ki, ovçuluq və yığıcılıq ikinci dərəcəli sahəyə çevrilibdi. Bunu da sürət qrupundan atmışdım ki, uşaqlar işləsin. Uşağın biri girdi yazdı ki, müəllim, bu testdə səhvlik var. Dedim, niyə bala? Deyir, burada yazılıb ki, ovçuluq və yığıcılıq ikinci dərəcəli sahəyə çevrilir. Amma kitabda yazılıb ki, ovçuluq və balıqçılıq ikinci dərəcəlidir. Bu uşaq nə dedi? Dedim, mən kitaba baxmışam. Mən də neynədim? Ağzımı açdım, gözümü yumdum, döşədim. Dedim, mən sənin kimi qoyunları müəyyənləşdirmək üçün onu elə yazmışam da. 1 saat qalmış test satıram. Valideynə deyirəm ki, otur uşağının yanında testi yazsın. Nə valideynə maraqlı, nə başqasına. Bu da oturub kitaba baxır, köçürür. Tabi bilmir ki, bu qoyun. Mən bunun getdiyi yolları məndi dövlət orqanları vasitəsilə asfaltlama adına pulunu yeyirəm. Nəysə. Bu eneolit dövründə Toxay ikinciliyi dövrü adlandı. İnkişaf da öz yerində idi. Keçək erkən Tunc dövrünə. Eneolitin zamanı demişdim 6-4. Erkən Tunc dövrü artıq deyir, mis gördülər ki, o qədər etibarlı deyil. Amma bizə daha sərt bir şey lazımdır. Nəsə nikel quruşu-muruşu, nəsə 50 dənə şey qarışdırırlar, orada Tunc əldə elədilər. O Tunc dövrü öz 3 mərhələyə bölünür, erkən, orta, son. Bu elə də yazılıb. Erkən Tunc dövrü 4-3-cü minillikləri əhatə eləyir. Erkən Tunc dövrü də yaman zəngin dövrdür. Köhnə kitabın bir dənə pis odur ki, erkən Tunc dövrünü yaman qarışıq yazmışlar. Oradan, amma burada biraz yaxşı eləyiblər, yaxşılaşdırıblar. Birinci nədən danışmalıyam. Erkən Tunc dövründə xüsusi ibadətgahlar meydana gəlmişdi. İbadətgahları xəritədə göstərirəm. Bir dənə nə yadımdan çıxıb? Paleolit dövründə orada belə o həmişə sarı yer dediyiniz yer var ha. Orada Urmiya gölü ətrafında Tamtama mağarası deyilən bir yer var. Orada insan aşaranıbdı. Bu yeni kitabda var ancaq 25-26. Bunu da deyirəm ki, o hissəni oxuyun. O önəmlidir o Tamtama mağarası. Erkən Tunc dövründə xüsusi ibadətgahlar bir Xaçmazda var idi, Sərkartəpə, bir Qazaxda var idi, Baba Dərviş, bir də Naxçıvanda 2 dənəsi verilmişdi bizə. Yox, birinci Kültəpə ilə Maxdaydı, amma burada Maxdanın adını çıxardıblar. Eləcə birinci Kültəpəni saxlayıblar. Erkən Tunc dövründə birinci ictimai əmək bölgüsü baş verib.
Əmək bölgüsünə niyə baş verib? Sualda deyilən izah edirəm. İnsanlar əvvəl bir yerdə idilər də. Sonra bunlar, indi bu maldarlarla əkinçilər inkişaf elədikcə aralarında problem yaranmağa başladı. Maldar gəldi deyir ki, qardaş, mənim işim qoyun quzudan keçir. Mən bu qoyun quzunu ya sata bilmək üçün, ya yemək üçün məcburam aparam otlağa. Yəni mən neynəməliyəm? Köçməliyəm. Və bunun nəticəsində indi ayrı-ayrı deyəcəm. Köçəri yaylaq maldarı meydana gəlir, Erkən Tunsta. Deyir ki, sən də gəl məndən, gedək bir yerdə də, indiyə qədər bir gəlmişik. Bu da deyir ki, əkinçi deyir ki, qardaş, mən hara gedim? Özün Allah şahidsən. Məhsul əkmişəm, kartof əkmişəm, soğan əkmişəm, taxıl əkmişəm. Bunları qoyub nətər gedim mən? Mən çıxıb gedəcəm, ya məhsul xarab olacaq, ya qurt quşa yem olacaq, ya da kimsə gəlib yığacaq da. Artıq bunlar da deyirlər ki, neynəmək lazım deməli? Ayrılmaq. İnkişaf eləmək üçün ayrılırlar bunlar. Ayrılanda da cəriyyəli ayrılasan ki, oradan bir qənaətin olsun. Bunlar inkişaf eləmək üçün ayrılır. Birinci ismi əmək bölgüsü baş verir, əkinçi maldardan ayrılır. Əkinçi ayrılır, inkişaf edir. Köçmə yaylaq maldarı meydana gəlir. Atdan minik vasitəsi kimi istifadə edir, yenilikdir. Atdan minik vasitəsi, ay sağ ol, aparmışlar sonra gəldi bura. Atdan minik. Uşaq deyir ki, mənim o nətə köçəcək. Sitayiş sondur. O sonda qalır. Atdan minik, bax əvvəl biz nətər dedik? Mən özüm anlaşıram, mən özüm belə dedim. Qoşqa heyvanlarından istifadə nə vaxtda deyirdim? Erkən Tuns. Amma deyirdim, atdan qoşqa heyvan kimi istifadə olunur. Onu deyirdim son Tuns. Amma burada vəziyyət dəyişdi. Burada deyirəm, qoşqa heyvanlarından istifadə Erkən Tunsdur, amma atdan minik vasitəsi kimi istifadə olunur Erkən Tunsda. Minik vasitəsi kimi. Qoşqu sözü yoxdur ha. Üçün qoşqu da istifadə olunur, o kitabın boşluğudur. Amma minik vasitəsi kimi istifadə olunur. Yəni bu adam köç edib gedəcəkdir dağın o tərəfinə. Piyada nə qədər getməlidir? Deyir, at minim, qoy, at belində gedim. Sonra əkinçi nətər inkişaf edir? Ümumiyyətlə, əkinçinin coğrafiyada keçirlər. Açıq sizə etiraf edim ki, mən bu əmniyə əkinçiliyi nədir? Mən bunu bilmirdim. Deyirdim ki, qoy kitaba baxacam, nə bilim, harasa araşdırmalıyam da bunu. Ağrıdan coğrafiya müəllimi qonşu sinifdə, bundan çox il əvvəl idi, birinci dərs ilimi idi, dəsən səhv eləmirəmsə. Coğrafiya müəllimi qonşu sinifdə bunu uşaqlara izah edəndə eşitdim, öyrəndim. Görsən, öyrənmək lazımdır da. Öyrənməyin yaşı yoxdur ki, bu gün də sizdən nə söyləyəcəm, görək dərsin axırında var hələ. Deməli, təmiyə əkinçiliyi nədir? Məsələn, burada yağış güclüdür. Yağış istəyən bitkilərdən, məsələn, deyək ki, düyü, bilmirəm, atıram, düyü. Mən düyünü gətirib əkirəm bura. Bilirəm ki, düyü çox su istəyir, ya üzüm, bilməm, düz atması yox, nəysə, düyüdə qalaq elə. Düyünü əkirəm bura, onu kim suluyur? Allah. Bu dəmiyə əkinçiliyidir də, yağıntı ancaq özüm, mən ona heç eləmirəm. Amma biri var ki, məsəl üçün, mən burada yaşam Kürdəmirdə. Kürdəmirdə nətədir vəziyyət? Adam işməyə gücünə su tapır da. Orada neyinirsən? Artıq suyunu suvarma sənin köməyinə gəlir. Yəni, bunu hara gətirib çıxardırdım? Sağ-salamatçılıqla. Əkinçiliyin inkişafı nəticəsində suyunu suvarma meydana gəldi. Hansı dövrdə? Yatmışdın. Qulaq as, qulaq as, indi gəlib yoxunuzu dağıdacam sizin. Erkən Tunç dövründə suyunu suvarma meydana gəldi. Sonra, əmlaç bərabərsizliyi meydana gəldi. Bax, görürsən, dedi ki, ayrılsın ki, inkişaf eləsin. İnkişaf eləsə, əmlaç bərabərsizliyi meydana gəlir. Bu nə deməkdir? Varı kasıb. Əmlaç bərabərsizliyi meydana gəlir Erkən Tunçda, əmlaç bərabərsizliyi dərinləşir Orta Tunçda. Bunu belə yadda saxlayırıq. Aysto, ticarət deyir, maldarlıq da təsir edir ona. Başqa görüm, nə qaldı buradan? Xoş, aysto. Çıxışı çıxarıq da desən, tayfa da var düzdür. Çıxışı görmədim axı elə bil. Amma qoy deyim, birdən onlar gözümdən qaçmış olar. Bu əkinçiliyin inkişaf, qəşəbdən giriş tapın, qəşəb. Bu qadınların hakimiyyəti artıq bu dövrdə bitir də, Erkən Tunç dövründə bitir. Artıq niyə bitir? Çünki bu əkinçilikdə qoşqa heyvanlarından istifadə, qoşqa heyvanı olmayanda kişinin özündən qoşqa heyvanı kimi istifadə, ondan sonra qış əkinçiliyi gəlir, bəli, Erkən Tunç dövründə işləmək lazım, metal işləmə, əziyyət tələb edir, işləmək lazımdır. Yəni, qadınlar görür ki, bu cəmiyyəti istədiyi kimi idarə edə bilmir. Deyir, yaxşı, biz gedək yenə yeməyimizi bir şeyə uşağa baxaq, bu işləri siz görün. Və bunun nəticəsində Erkən Tunç dövründə ana xaqanlığı, ata xaqanlığı ilə əvəz olunur. Qış əkinçiliyi də təsir edir, metal işləmə də təsir edir, ondan sonra köçmə yaylaq maldarlığı da təsir edir və qəbilələr artıq böyük yox, qəbilələr tayfada birləşirlər. Bir neçə qəbilə birləşir, tayfa. Tayfa yaranıb Erkən Tunçda. Tayfa ittifaqları Orta Tunçda, tayfa birliklərdir Orta Tunçda. Da qutardı. Son Tunçu atmırıq heç nəyi. Keçən illərdə çünki elə deyildi. İri tayfa birliyi, son Tunç, onu da cəddi tayfa. Deyir, son Tunçda yeni tayfa ittifaqları yaranıbdır. İlk deyil də bu. Sadəcə yeni tayfa ittifaqları. Sonra Orta Tunç 3-cü minin sonuna 2-ci minin ortalarına qədər davam edib. Təqribən 600 il, köhnə kitablarda var idi. 600 il qədərində davam edibdi. Burada dediyim kimi Küləraz mədəniyyəti, Erkən Tunç Küləraz mədəniyyəti adlarını da unutmuşdum. Orta Tunç adlanır. Boyalı qablar mədəniyyəti. Şəhər mərkəzləri meydana gəlir və şəhər mədəniyyəti meydana gəlir. Bu da yeni cümlədir.
Orta Tunusda yeni iç şəhər mədəniyyəti. Şəhərlər hardaydı? Naxçıvandaydı, 2-ci Kültəpə, ondan sonra Qarabağdaydı, Xocavənd ərazisində Nərgiztəpə, bəli. Urmiyada da göstərə bilmirəm, indi Cənubi Azərbaycanda var idi. Bunlar bizim ikinci şəhər mərkəzlərimiz idi. Eyni zamanda burada dulusçuluq inkişaf eləmişdi. Bayaq qeyd elədim, təzədən təkrarladım, tayfa ittifaqları yaranmışdı, təzədən təkrarladım, əmlak bərabərsizliyi dərinləşmişdi, boyalı qablar dedim, demədim. Dedim. Sonra yeni təsərrüfat sahələri meydana gəlmişdi. Bağçılıq, üzümçülük, nə bilim, şərabçılıq, bu kimi təsərrüfat sahələri meydana gəlmişdi. İkinci ictimai əmək bölgüsü baş vermişdi. Buna geniş danışmaq lazımdır. Sənətkarlıq. Baxın, ümumiyyətlə Neolit dövründə sizə test hazırlaya bilər ki, özüm hazırlayacağam bunu. Görəsiniz əvvəl axır. Neolit inqilabı nəticə belə deyək də, qoy deyək ki, dulusçuluğun yaranması nəticə olaraq ikinci ictimai əmək bölgüsü baş verir, ya da sənətkarlıq digər sahələrdən ayrıldı. Səhv. Dulusçuluq yarandı Neolitdə, ikinci ictimai əmək bölgüsü harada baş verdi? Orta Tunusda. Orta Tunusda sadəcə artıq sənətkarlar öz sözünü deməyə başlayırdılar. İndi bu sənətkar kimlərin içindən çıxdı sizdə? Əkinçilərin içindən çıxdı da. Çünki əkinçi oturdu axı, Neolit dövrünün o yadından çıxıb oturaq həyata keçməyi deməmişəm. İndi yadıma düşdü. Bu oturub axı burada. Bu biri, məsəl üçün mən əkinçi ola bilməzdim. Maldar da ola bilməzdim. Bəlkə çətin vəziyyət düşsəm olardım indi bəlkə. Amma sənətkar da ola bilməzdim indi pis tərəf odur ki, bəs mən oxumasam nə qayrardım? Heç nə, qalardım ortalıqda. Hə? Ona görə oxumağın faydası budur. Mən oxumasam başqa hiçbir şey əlimdən gəlmir. Və ona görə valideyn sizə deyir ki, bala, oxu. Sən oxuyacam. Bir ilim var, 6 ayım var, 5 ayım var. Bir də gördüm, buraxılış gəldi, buraxılış qutarıb, bəyimiz, xanımız düşdü depressiyaya. Oxuya bilmirəm, müəllim. Buraxılış balım istədiyim kimi olmadı. Cəhənnəm olsun, mənim fənim var. Yox, müəllim, alınmır. Gedirəm mən özümü doğruyam. Get doğra. Mesajları sil, sonra neyinsən elə. Buna görə indidən oxumaq lazımdır. Buraxılışdan sonra hər şey sizin gözlərinizin tərsində olacaq. Allah'ın olsun, deyirəm sizə. Yükləyəcəm sizi. Gözümü yumub ağzıma açacağım. Paragraf, 5 paragraf, oxuyursan oxu, oxumsan oxuma. Bu il mən ona görə normal keçirəm. Keçən ona görə yalvarırdım sizə ki, oxu. Oxu. Keçən oxumurdum, bu il indi paleolit deyirsən. Keçən olsaydın, sən buna deyərdin, nə? Paleolit. Amma bu il sonra deyirsən, paleolit. Niyə? Çünki bu keçən onu siz açmamısan. Bu il məsəl üçün Zar mağarasının sən Kəlbəzərdə olduğunu bilirsənsə, bunun səbəbi nədir? Keçən nəsə oxumusan deyə. Amma biri var, bu il təzədən oxuyasan. Neyse, Allah işinizi avan eləsin. Nə deyirdim? Sənətkarlıqdan danışırdım. Yaman keçidlər eləyirəm. Dəxləsiz. Neyse, bu sənətkarlar oturdu deyir ki, qardaş, mən yaxşı güldan düzəldirəm. Bu əkinçi mənlə yola getmir, maldar da ki, belə. Nağarım, mən özüm artıq ayrıldım. Artıq dulusçuluq inkişaf elədi. Yeni naxışlar vurmağa başladılar. Süfrə üçün, güldan deyək, süfrə üçün nələrsə xüsusi bəzəklə düzəltmək. Artıq bir öz ruhundan verməyə başladı da. Əvvələ şapşup eləyib satırdı. İstəyirsən budur, istəmirsən budur. Yoxdur axı. Amma bu dövrdə biraz bəzək verdi, gül bəzəyi çəkdi, boyalı qablar sözü oradan gəlir. Artıq rəng vurmağa başladı onun üstünə və sair kimi şeylər, bəzəkli, düzəkli. Artıq bu qəşək sənətkarlar kimi oldu, hörmətdir. Və artıq mübadilə yarandı demirəm. Çünki erkən Tunusda sizə deyir mübadilə haqqında nəsə. Orta Tunusda mübadilə inkişafı. Mübadilə nədir? Dəyişmə. Məsəl üçün, mən maldaram, qoyun saxlayıram. Mən düylə yemək istəyirəm. Nə varıram? Bir dənə quzunu vururam çiynimə, gedirəm aşağı kəndə. Deyirlər, filan kəs yaxşı düyü verir. O yetim ət yeməlidir. Bəlkə B12-siz qalır. Düyü B12 verir. Sərirəm quzunu, deyirəm, qoyara 5 kilo düyü. 5 kilo düyünü qoyur, vururam çiynimə, gətirəm evdəkilər bayram edir. Axşam aş pişəcək. Bu, mübadilə budur. Və bunun inkişafı nəticəsində artıq Orta Tunusda ticarət yaranır. Artıq bunlar inkişaf edir. Birazdan sən nəyə görə ticarət yaranır? Tutaq ki, mən bu il düyü yedim. Mən ət də yedim, kartof da yedim. Qardaş, mənə başqa şey lazımdır da. Bu kətdə yoxdur. Artıq çıxıram bazara. Qoyuram əti, indi mübadilə ilə olur, mübadilə ilə. Olmur da ki, indi pul məsələsi biraz qəliz idi. Əsasən mübadilə idi. Çünki natural təsərrüfat daxı bura. Və ticarət yaranır. Hansı dövrdə? Orta Tunusda. Yastasınız. Öbürü ürəkli olun da. Özümü yoruram, elə bil. Biraz. Nəysə, keçdik sonra Son Tunusa. Son Tunusda dəyişiklik var. Əvvəl biz Son Tunusdan erkən Tunusun zamanı bir yerdə deyil, indi ayırıq. Son Tunusu deyirik 2-ci minillikdən 1-ci minilliyin əvvəllərinə. Yox, 2-ci minillikdən 2-ci minin ortalarına 2-ci minin sonlarına qədər. Yəni, yekunda 11-ci əsrə qədər davam edib də bu. Yəni, artıq 1-ci minillik dəmir dövrüdür. Əvvəl biz nə deyirdik? 14-7-ci əsr dəmirlə birləşdirdik, ayırdıq artıq, dəmiri ayırdıq.
Son Tunc dövründə 3-cü əmək bölgüsü baş verdi. Tacir qrupu ayrıldı. Bunlar sənətkarlarla yola getmədilər, ayrıldılar. Ondan sonra duluzçuluq yenə burada daha inkişaf elədi. Ayaqla hərəkət gətirilən, bəli, deyəcəm onda. Ayaqla hərəkət edən duluzçuluq yarandı, duluzçuluq inkişaf elədi. Hər bir şey meydana gəldi, daha doğrusu əsas sahəyə çevrildi. Bunun elə nəticəsində davalar genişləndi. Bunun nəticəsində hasarlar tikilməyə, birinci divarlar tikildi. Zəif tayfalar deyir ki, məcburdur da divar. Bu nəticəsində siklobik tikililər meydana gəldi. Harada yerləşir? Burada yenilik var. Biri Gədəbəydə Arıqdandır, burada. Biri Qarabağda Nərgis təpədir, burada, yenə Xocamənddə. Bəli. Bir də Naxçıvanda Çalxanqala deyilən bir yer var. Bu yenidir, bu kitabda var. Bu da yeni meydana gəldi. Ondan sonra canım sizə desin, artıq insanlar ibadət anlayışını kimə başladılar? Dövlət başçılarına, hökümdarlara, tayfa başçılarına, təbiət cisimlərinə sitayiş eləməyə başladılar. Kitabı stol yazmırsan hələ, yazma stolu, olmaz. Səhhətin üçün zərərlidir. Stol yazmaq olmaz. Sonra əkinçiliklə maldarlıqla bağlı görün, nə deyə bilərəm mən burada? Heç nə deyə bilmərəm deyəsən. Burada silah işidir, dəmir istehsalı. Məsələn, dəmirlə bağlı Muğan əraziləri əhatə eləyir. Muğanda uzun təpə var, oradan dəmir şeylər aşaranıb. Sosial bərabərlik daha da dərinləşir, hətta kurqanlar aşaranmışdır. Bir Xocalda, bir də Oğuzda Kərimli, görmə Oğuzanı. Oğuzda deyir, bu Kərimli yoxdur, bu xəritədə görsənir. Hə, deyir burada. Hə, köhnə kitabda elə deyirdik. Dəvədən qoşqu vasitəçimiz, atdan həm minik qoşqu vasitəçimiz var, köhnə kitabda burada təşəkkür. Onları çıxardıblar. Borçalı, Sarı Çoban, hə, onları çıxardıblar. Bir saxlayıblar Xocalını, bir də ki, Oğuzu. İkisini saxlayıblar. Oradan da nə kurqanlar, kurqan demişəm, kurqan yadımdan çıxış deməmişəm. Kurqan yaranıb hansı dövrdə? Erkən Tuncda. Burada da indi davam edibdir, Erkən Tuncda varsa, burada da davam edibdir. İbtidai icma quruluşu niyə dağılıbdır? Maldarlıq, əkinçilik inkişaf eləyibdir. İzafi məhsul meydana gəlib. İzafi məhsul nədir? Yox, izafi məhsul o ki, lazımından artıq. Biri var ki, məsələn, bazara çıxartdığı məhsul alan yoxdur. Artıq yeni tayfalar güclənir. Hər bir şeyin inkişafı təsir edir buna və tayfalar arasında mübarizə başlayır. Bir tayfa o bir tayfanı məğlub edir və neyinir? Qul. Və bu nəticəsində yaranır quldarlıq dövrü. Artıq İbtidai icma quruluşu dağılır, keçir quldarlıq. Kurqanı dediyim. Ölü yandırma, Erkən Tuncda ölü yandırma kollektiv dəfn etmə var idi. Bunu deməmişdim, bu yadımdansın. Soruşaq. Hə, onu çıxardıblar, səhv eləmirəmsə. Hə, onu nətər yazıblar? İndi qoyun sizə deyim. Bir dənə sizə bir söz deyim. Kitabda bu biraz qaranlıq məsələlərdən biridir. Kəlbəzərdəki qayaüstü rəsmlərlə bağlı testdə qabağınıza çıxacaq. Hətta qəbulda da düşmüşdü bu. İşarələnmiş yeri seçin deyirdi, məlumat verir. Bir zar mağarası yeri, bir də qayaüstü son Tunc dövrünə aid qayaüstü rəsmlər var. Uşaqlar zarın hesabına Kəlbəzəri seçirdilər. Amma deyirdilər ki, mənim, hardadır son Tunc dövründə. O da var. Qayaüstü rəsmlər son Tunc dövründə, Kəlbəzər ərazisində, Tunc dövründə qayaüstü rəsmlər var. Bir düz deyirəm, o var idi ki, Qobustandan danışanda heç ondan ətraf danışmadım, qayıq məsələsindən. Kişinin adı nə idi? Heryeldi idi, Heryel dalı idi, nəsə bir kişi var, Qobustan, Norveç alimi. Nəsə o gəlib araşdırma edib, burada görür ki, qayıq üstündə qayıq rəsmləri balıqçılığın inkişafı ilə bağlı, ilkin gəmçilik burada olub deyibdi. Hətta deyir, o qayıqların baş hissəsində şey var idi, günəş rəsmi. Son Tunc dövründə bu gəmilər vasitəsilə artıq şey edirdilər, ticarət aparırdılar. Hər bir də İbtidai icma quruluşunun dağılmasına səbəb yaxın şərq ölkələrindən bu hissədə düşür təqribi. Yaxın şərq ölkələrindən olan əlaqə də təsir eləyir və onun nəticəsində dağılır və bizdə də orada düz deyir. Köhnə kitabda vardı, Aşşur hökmdarının adı vardı, Xocalda tapılmış muncuq ticarət əlaqələrinin olduğunu sübut edirdi. Bunu da çıxardıblar. İndi əlimdən gələn qədər çalışdım iki məlumatı bir yerdə sizə toparlayım deyim. Ehtimal var hər ikisindən nəsə yadımdan çıxar. Ona görə siz nə etməlisiniz? Kitabı oxumalısınız. Yəni bu vərdiş kimi olacaq. Mən də bunu bir neçə dəfə izah eləməliyəm ki, artıq bu mənim ağlıma tam otursun, yenilik yolunda, çünki belə olur. Belə dostlar, İbtidai icma quruluşu dərsi bitdi. Bilmirəm, neçə dəqiqə davam elədi? Doğrudan, vay. İndi ondan qısaram, kəsərəm 5 yerə, 10 yerə bilmirəm, amma bizdən bu qədər. Özünüzə yaxşı baxın. Bu tədrisində də hamınıza uğurlar arzulayıram. Ümid edirəm tədrisinin axırında hamınızın nəticəsi, buradakılar daxil olmaqla ürəyinizdə olar. Sağ olun. Sonra keçir.